sosial şəbəkədə daima onlarla bağlı paylaşımlar edir. Özü də dəfələrlə söhbətin zamanı deyir. Yəni, onsuz da heç kim dünyada da deyir. Amma mən istəyirəm ki, özümdən sonra Elmar daima yaşasın. Bu mühammed inanıram ki, Elmar və digər şəhidlərimiz, yəni, siz də, biz də olmasaq da, həmişə xalqın müddəti qəlbində yaşayacaq. Və keçən il səfərimizdə müqəddəs torpaqları ziyarət etdiniz. Deyərəm ki, torpaqlara aparan da Elmarın ruhunu torpaqlara apardı. Yəni, oraları ziyarət etdik. Allah sizə ömür versin, can sağlığı versin. Elmar şəhidliyindən bir neçə il öncə də sizin yoldaşım da dünyasında. Allah da müsaade etsin, əmirəm ki, göndərir inşallah. Sağ olun. Sabaha Nerede o orta merkez yaptı? Hem heyecan var idi. Çünkü biz düşməni də gücünü tam bilmirdik. Çünkü onun arxasında bir gücələr var. Ama buna baxmayaraq hamı səfərbər olmuşdu və Qəhrəman ordunların hesabına qalibiyyətə, zəfərə yəni imza atdı. Səfərin qazanılmasında Mingəçevir şəhidləri,